Dövlət qulluğunda əmək haqqları nə qədər artırıldı? Yeni əmək haqqı sisteminin baza hissəsini necə başa düşək? Bunu aydın şəkildə izah edirəm. Qeyd edim ki, bugünkü videomuzda daha çox rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət qulluqçularının o kiçik vəzifələr, aparıcı məsləhətçilər üzrə izah edəcəyəm. Nazirliklərin yerli bölmələrində aparıcı məsləhətçi, şəhər rayon prokurorlarında aparıcı məsləhətçi, şəhər rayon məhkəmələrində aparıcı məsləhətçi, eyni zamanda şəhər və rayonlarda, hərbi prokurorluqlarda aparıcı məsləhətçi, yerli icra hakimiyyətlərinin şəhər, qəsəbə, kənd icra nümayəndələrində olan icra nümayəndələri. Bax, bunlar üçün baza əmək haqqı məbləği 1355 manat oldu. Bu bazadır. Yəni, stajsız, ixtisas dərəcəsiz olan məbləğdir. 1355 manat. Dövlət qulluqçularının stajı artdıqca, ixtisas dərəcəsi artdıqca, bu 1355 manatın üzərinə də həm staja görə əlavələr gəlir, həm də ki, ixtisas dərəcəsinə görə əlavələr gəlir. Amma baza hissə 1355 manatdır. Bax, bu dediyim baza hissəsi 1355 manat və dediyim vəzifələr üzrə 33-cü səviyyə üzrə müəyyən edilibdir və siz həmin qaydalarda 33-cü səviyyə üzrə rəqəmlərə baxaraq, stajınıza uyğun olaraq, stajınıza uyğun o 1355 manatın üzərinə gələn əlavələri çox rahatlıqla hesablaya bilərsiniz. Bununla bağlı demək olar ki, Azərbaycanın bütün nazirliklərindən, bütün dövlət orqanlarından, prokurorluq, məhkəmə, hətta prezident aparatından mənə zənglər gəlir, müraciətlər olur. Naxçıvan Muxtar Respublikasından mənə müraciətlər olur ki, adətən dövlət qulluğu ilə bağlı hansısa bir yenilik olanda Azərbaycanda hər kəs məni axtarır da. Ona görə də mən silsilə, vəzifə videolar çəkirəm ki, hər kəs heç olmasa baza hissəni anlasınlar. Sonra mənə deyirlər ki, Sahil bəy, nə üçün siz gecələr video çəkirsiniz? Mənim dövlət qulluğu, yüksəliş müsabiqəsi və digər dövlət orqanlarına hazırlıqla bağlı konsultasiyalarım keçirilir. Gündüz vaxtım olmur, gecə vaxtım olur. Digər vəzifələrlə bağlı da silsilə videolar çəkəcəm. Ona görə səhifəmi izləyin ki, digər vəzifələrlə bağlı məlumat olasın.